Məndən özümə qarşı hörmətsizlik görmüşsən? Xeyr, sən özün... Və sənin qızın bizə necə hörmətsizlik eləyə bilər? Tolik, yenə də deyirəm, valla cahillik eləyib, cahillik. Samirə, biz aparıcılar sənin də tərəfində dura bilərik. Biz aparıcılar tənqiddik, amma mən gördün sən yox idin, sənətkarsan. Amma bu demək deyil ki, fərəq çıxıb bugün bizə Kəmalənin dalıcan. Kəmalənin dalıcan yox, Kəmalənin adı bugündən bu kanallarda çəkilməyəcək. Bir neçədə. Sonra Kəmalə gəlib buraya deyəcək ki, Fərəh mənim çörəyimə bais oldu. Həmən Kəmalədə o filan dalıcan danışıb, gedib o filan qucaqlayan adam. Cahillik edib, Tolik, çox-çox üzr istəyirəm. Mənə görə keçin, bağışlayın, çox-çox üzr istəyirəm. Allah sənin var eləsin, mən yox, məndən üzr istəməsin, xalqdan mən heç kiməm. Bütün xalqımızdan, bütün millətdən, bütün bizi izləyənlərdən, eşidənlərdən, vallahi yenə deyirəm, Quran haqqı, mən o ayda deyiləm, bu saat evdə xəstə anama baxıram. Amma yenə də mən hər şeyi bir kənara atıb, o qızıma görə başımı aşağı salmışam. Hamıya deyirəm, üzrlü sayın. Allah sənin var eləsin, var ol günən, bax, ana budur.